1992-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştiraki və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid Körpüsü, mühasirədə olan Naxçıvanın hərbi siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi Azad Laçında 3 dövlət rəhbərinin zirvə görüşü də eyni uzaq görən məqsədlərə xidmət edir. Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb. Bəli, azadlıq və hürriyyət yalnız deklarativ aktlar deyil. 18-ci ildə yaradılan bayraq yalnız indi qalib və qurucu bir liderin dəmir əlləri ilə hər qarış vətən torpağında dalğalanır. O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır. Biz liderləri öz dövründən və tarixi şərtlərdən ayrı müqayisə etmək istəmirik. Lakin bir gerçək hamıya aydındır. Torpağı, vətəni, milləti sevmək, yaxud proqramlar hazırlamaq, xalqı meydanlara toplamaq və şüar söyləmək, düşməni göstərməklə iş bitmir. Əsl millət öndərliyi, mənsub olduğun xalqın keçdiyi siyasi quruluşları, hərbi məğlubiyyət və faciələri düzgün təhlil edib, tarixin gedişini dəyişdirmək bacarığıdır. İlham Əliyev 28 may inqilabını edib, bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını Çin eləyir. Qərbi Zəngəzuru ermənilərə bağışlayıb, Naxçıvanı Azərbaycandan ayıran Sovetlərin qərarlarını geri oxutdurur. Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonraki dövlət adamlarımız bir türk, yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilməyiblər. O coğrafiyada yalnız İran, Rusiya, Sovet qoşunları hökmranlıq eləyib. Daha əvvəl Osmanlı orduları, ardınca Almaniya, Britaniya silahlı qüvvələrindən başqa müttəfiqlərimiz araz boyu Çin-Çiyinə dayanmayıblar. 30 il əvvəl o dağlar itiriləndə Qarabağ təslim oldu. Vətən müharibəsindən sonra da Laçını 25 kilometrlik dəhlizə çevirmək istəyirdilər. Prezident azad torpaqlara yeni status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır. Azad torpaqlara qoyulan hər daş, tikilən yol, hava limanı təkcə böyük qayıdışın deyil, daha uzaq vədəli planın tərkib hissəsidir. Prezident 7 yanvarda dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir. Geosiyasətin bir qanunu var. Coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama Naxçıvanı Azərbaycanla birləşdirməyə, zəfərimizin davamına xidmət eləyir. İndi azad torpaqları zəhmətkeş, vətənsevər, təhsilli və sabahını yaxşı görən insanlarla zənginləşdirmək dövlət rəhbərinin başlatdığı qalib 100 ilə ən böyük töhfə olacaqdır.